Salam, vaxtınız xeyir, əziz şagirdlər. Mən Riyaziyyat müəllimi Vüsal müəllim. Bugünkü dərsimizin mövzusu kvadrat kök həqiqi ədədlər. Alt mövzumuz isə kvadrat köklər hesabi kvadrat kök olacaqdır. Bundan öncəki dərsimiz isə adi və onluq kəsrlər idi. O dərsimizlə tanış olmaq istəyirsinizsə, yuxarıda çıxan karta daxil olmaqla adi və onluq kəsrlər mövzusuna aid hər bir şeylə, yəni hər bir mövzusu ilə daha geniş, ətraflı formada tanış ola bilərsiniz. İndi isə keçək dərsimizə. Dərsimizə keçməzdən öncə diqqətinizə çatdırmaq istəyirəm ki, əgər onlayn dərslərimizdə iştirak etmək istəyirsinizsə, yuxarıda çıxan nömrə ilə WhatsApp vasitəsilə yaxud zəng etməklə əlaqə saxlaya bilərsiniz. Çünki onlayn qruplarımıza qeydiyyat artıq qısa verilibdir. Kvadrata A-ya bərabər olan ədədə A ədədinin kvadrat kökü deyilir. Kvadrat kökün tapılması kvadrat kök alma adlanır. Mənfi ədədin kvadrat kökü olmur. Sıfırın kvadrat kökü sıfıra bərabər. Yəni kök altında sıfır bərabərdir sıfıra. Müsbət ədədin 2 kvadrat kökü olur. Yəni kök altında A ədədindən plus minus A yaxud B ədədi çıxa bilər. Məsəl üçün, kök altında 4-dən plus minus 2 çıxır. Mənfi olmayan ədədin mənfi olmayan kvadrat kökünə hesabi kvadrat kök deyilir. A ədədinin hesabi kvadrat kökü kök altında A kimi işarə edilir, yazılır. Burada bu işarə hesabi kvadrat kök işarəsi adlanır. Kök altında ifadə kök altı ifadə kimi adlanır. Yəni kök altında A böyükdür, bərabərdir 0 şərti ödənlərsə, o zaman kök altında A da böyük bərabərdir 0 olacaqdır. Yəni biz burada buna hesabi kvadrat kök deyirik. Hesabi kvadrat kökə görə kökün altında mənfi 9 ifadəsinin mənası yoxdur. Yəni kök altında hesabi kök altında 9-dan müsbət 3 kökü çıxır. Amma mənfi 3 ola bilməz. İndi isə baxırıq həqiqi ədədlər. Yalnız işarəsinə görə fərqlənən ədədlərə əks ədədlər deyilir. Məsələn, 3 və mənfi 3 ədədləri. Bunlar əks ədədlərdir. Bəzən uşaqlar əks ədədlərlə tərs ədədlərin fərqini qarışdırırlar. 3 və mənfi 3 əks ədədlərdir. Amma 3 və 3də 1 isə tərs ədədlərdir. Bunlar isə tərs ədədlər adlanır. Natural ədədlər onların əksi olan ədədlər və sıfırda daxil olmaqla tam ədədləri əmələ gətirir. Bir daha deyirəm, natural ədədlər onların əksi olan ədədlər, yəni mənfi ədədlər, eyni zamanda sıfır tam ədədləri əmələ gətirir. Ümumi halda biz tam ədədləri böyük Z hərfi ilə işarə edəcəyik. Yəni Z bərabərdir, yaxud Z bərabərdir. Mənfi sonsuzluqdan mənfi 2-yə, mənfi 1-ə, 0, 1, 2, 3 və s. şəklində qeyd olunur. Ən kiçik və ən böyük tam ədəd yoxdur. Yəni ən kiçik tam ədəd mənfi sonsuzluqdadır, ən böyük tam ədəd isə müsbət sonsuzluqda olur. İki tam ədədin cəmi, fərqi və hasili hər zaman tam ədəd edir. İki tam ədədin nisbəti tam ədəd olmaya da bilər. Ümumi halda kiçik m daxildir z olarsa, yəni m kiçik m natural tam ədədlər çoxluğuna daxil olarsa, m daxildir natural ədədlər çoxluğu olarsa, o zaman m bölünsün n şəklində olan ədədlərə rasional ədədlər deyilir. Rasional ədədlər isə böyük Q hərfi ilə işarə edilir. Yəni buradan hansı nəticəyə gəlirik? N tam ədəd olmalıdır, n isə natural ədəd olmalıdır. Düzdürmü uşaqlar? Yəni biz ümumi halda kəsr ədədlərə rasional ədədlər deyirik. Yəni kəsr ədədi o zaman rasional ədəd olur ki, bu kəsrin məxrəcində hər zaman natural ədəd olsun. Surətində isə tam ədəd olsun. Yəni kəsirin məxrəcinin surətində mənfi ədəd də ola bilər, müsbət natural ədəd də ola bilər, sıfır da ola bilər. Məxrəcində isə mütləq şəkildə natural ədəd olmalıdır. Natural ədəd olmalıdır. Məsəl üçün, 3-də 1. 1 tam ədəddir, 3 isə natural ədəddir. Eyni zamanda 1 özü də natural ədəddir. Sonra 3-də mənfi 2. Baxın, mənfi 2 tam ədədlər çoxluğuna daxildir. Amma 3 natural ədədlər çoxluğuna daxildir. Deməli, biz bu ifadəyə deyəcəyik rasional ədədlər. Ən kiçik və ən böyük rasional ədəd olmur. İki rasional ədədin cəmi, fərqi, hasili rasional ədəd edir. Rasional ədədin sıfırdan fərqli rasional ədədə böldükdə rasional ədəd alınır.
Hər bir rasional ədəd sonlu onluq kəsr şəklində və ya sonsuz dövrü onluq şəklində, kəsr şəklində göstərmək olar. Hər bir rasional ədədi sonlu onluq kəsr şəklində və ya sonsuz dövrü onluq kəsr şəklində göstərmək olar. Natural ədədlər çoxluğu, tam ədədlər çoxluğunu, tam ədədlər çoxluğu isə rasional ədədlər çoxluğunu əmələ gətirir. Deməli, natural ədədlər çoxluğu daxildir tam ədədlər çoxluğuna, tam ədədlər çoxluğu da daxildir rasional ədədlər çoxluğuna. Deməli, mənfi ədədlər, daha doğrusu natural ədədlər sayma zamanı istifadə etdiyimiz ədədlər, yəni 1, 2, 3 və s. Bu ədədlər daha sonra mənfi 1, mənfi 2 və s. 0, 1, 2, 3, 4 və s. Bunlar tam ədədlər əmələ gətirir. Bunlar ümumilikdə hər biri rasional ədədlər çoxluğuna daxildir. Hər bir rasional ədədi sonsuz dövrü onluq kəsr şəklində göstərmək olar. Bu zaman tam ədədləri və sonlu onluq kəsrləri dövrü 0 olan sonsuz onluq kəsr şəklində göstərmək olar. Dövrü 0 olan kəsrlərə dövrü 9 olan kəsr kimi yazmaq olar. Məsəl üçün, 3 ədədini biz 3 dövrdə 0 və ya deməli 2 tam dövrdə 9 kimi göstərə bilərik. 3 ədədini 2 tam dövrdə 9 kimi göstərə bilərik. Biz həqiqətən də 2 tam dövrdə 9 ədədinə baxsaq, biz bunu 2 tam 9-da 9 deməkdir bu. Yəni, bu da bərabərdir. Deməli, qarışıq onluq kəsr şəklində baxırıq buna. 9-da 2 dəfə 9-un 18, üzərində 9 gəlində edir 27. Həqiqətən də 27-ni 9-a böldükdə 3 düşür. Deməli, biz 3 ədədini 2 tam dövrdə 9 kimi göstərə bilərik. Yaxud 5 ədədini 4 tam dövrdə 9 kimi və s. göstərə bilərik. Əziz şagirdlər, elə ədədlər var ki, onları sonsuz dövrü onluq kəsr şəklində göstərmək olur. Məsələn, kvadratı 2-yə bərabər olan, ixtisar olunmayan n bölünsün n şəklində kəsiri yoxdur. Yəni, kvadrat 2-yə bərabər olan, ixtisar olunmayan n bölünsün n şəklində kəsir yoxdur. Ümumiyyətlə, sonsuz dövrü onluq kəsir nədir? Gəlin buna baxaq. Dövrü olmayan sonsuz onluq kəsirlərə ilk öndə deyək ki, irrasional ədədlər deyilir. Məsəl üçün, kök altında 2 ədədlə baxaq. Kök altında 2 ədədlə biz irrasional ədəd deyəcəyik. Bilirsiniz niyə? Çünki kök altında 2-dən tam kök çıxmır. Sonsuz dövrü onluq kəsir şəklində ədəd çıxır. Yəni, məsəl üçün, 1,4, 14, sonra 213 və s. təkrarlanmayan, dövrü olmayan onluq kəsir nədir? Təkrarlanan rəqəmlərdən ibarətdir. Amma biz kök altında 2-dən təqribi kök alsaq, görəcək ki, kalkulyator və digər vasitələrin köməyi ilə kök almaya çalışsaq, görəcək ki, bu sonsuz sayda davam edən və dövrü olmayan onluq kəsir alınacaqdır. Biz bu tip onluq kəsirlərə irrasional ədədlər deyəcəyik. Məsəl üçün, kök altında 3, üstə gələk kök altında 2 ifadəsi. Bu özü də irrasional ədədlər çoxluğuna daxildir. İrrasional ədədlər çoxluğu ümumi halda, ümumi yazılışı böyük i hərfi ilə işarə edilir. Məsəl üçün, pi ədədi bilirik ki, 3 tam %14-ə bərabərdir təqribən. Yəni, baxın, pi ədədinin özü də irrasional ədədlər çoxluğuna daxildir. Məsələn, kök altında 5 ədədi, kök altında 7 ədədi və s. var ki, bu ədədlər irrasional ədədlər adlanır. Deməli, biz ümumi halda deyə bilərik ki, hansı ədədlərə irrasional ədədlər deyilir? Kök çıxmayan və kökü təqribi kökü sonsuz dövrü olmayan onluq kəsir şəklində göstərilən ədədlərin hər biri irrasional ədədlər adlanır. Hansı ədədlər rasional ədədlərdir? Məsəl üçün, kök altında 2, üstə gələk, mənfi kök altında 2 ədədləri. Mənfi kök altında 2, cəmi. Bu 0-a bərabərdir. Amma ayrıqda biz kök altında 2-yə irrasional ədəd deyirik. Eyni zamanda burada mənfini nəzərə al, mənfi 1-dir məsəl üçün. Yenə də kök altında 2 irrasional ədəddir. Amma bunlar bir-birinin əksi olduğu üçün, bunların cəmi 0 etdiyi üçün, bu artıq rasional ədədlər çoxluğuna daxil edilir. Rasional ədədlər və irrasional ədədlər isə birlikdə həqiqi ədədləri əmrə gətirir. Deməli, rasional ədədlər, hansı ədədlərdirsə az öncə dedik, rasional ədədlər və irrasional ədədlər birlikdə həqiqi ədədlər çoxluğuna əmrə gətirir. Ümumi halda həqiqi ədədlər çoxluğunu isə biz böyük R hərfi ilə işarə edəcəyik. Böyük R hərfi ilə işarə edəcəyik. Deməli, həqiqi ədədlərə hansı ədədlər daxildir? Natural ədədlər, tam ədədlər, rasional ədədlər, biz bunu Q ilə işarə etmişik. Əslində, rasional ədədlərə natural və tam ədədlər özləri daxildir və irrasional ədədlər. İrrasional ədədlər həqiqi ədədləri əmrə gətirir. Biz onda ümumi halda belə yaza bilərik ki, həqiqi ədədlər bərabərdir rasional ədədlər
və irrasional ədədlərin birləşməsinə bərabərdir. Hesablama başlanğıcı, vahid parça və istiqamətlənmiş düz xəttə biz ədəd oxu deyəcəyik. Hesablama başlanğıcını biz 0 nöqtəsi olaraq qeyd edirik və buradakı vahid parça dedikdə hər bir ədəd arasındakı parçaya deyirik, yəni bərabər ölçüdə parçalardan ibarətdir. Eyni zamanda istiqaməti də qeyd edilirsə, biz buna ədəd oxu deyəcəyik. Hesablama başlanğıcı koordinat başlanğıcıdır. Adətən O hərfi ilə, böyük O hərfi ilə işarə olunur. Ədəd oxu üzərində istənilən ədəd, yəni burada rasional və ya irrasional ədəd ola bilər, uyğun olaraq ədəd oxunun üzərində qeyd edilə bilər. Ədədin modulu nədir? Hesablama başlanğıcından, deməli, koordinatı A-ya bərabər olan nöqtəyə qədər olan məsafəyə ədədin modulu deyilir. Hesablama başlanğıcından nöqtəyə qədər olan bu məsafəyə, məsəl üçün A nöqtəsinə qədər olan bu məsafəyə, bunu qırmızı rənglə işarə edək. Baxın, bu məsafəyə qırmızı rənglə işarə edirik. Bu məsafəyə biz ədədin modulu deyəcəyik və modulda A kimi işarə edilir. Modulda A kimi işarə ediləcəkdir. Ədədin modulu, ümumiyyətlə uşaqlar, məsafəni göstərdiyi üçün ədədin modulu mənfi ədəd ola bilməz. Deməli, ədədin modulundan hər zaman müsbət ədəd olmalıdır. Çünki axı məsafədir, uzunluq vahidi hər zaman müsbət ədəd olmalıdır. Ümumi halda modulda A bərabərdir. A nə zaman olmalıdır? A böyükdür 0 olduqda. 0 nə zaman ola bilər? A bərabərdir 0 olduqda. Mənfi A nə zaman ola bilər? A kiçikdir 0 olduqda ola bilər. Misal üçün, bir dənə misala baxaq. Biz bu ifadəyə baxdıqda, axı biz dedik ki, modul işarəsinin daxilindən hər zaman müsbət qiymət çıxmalıdır. Yəni, modulda A hər zaman müsbət A-ya bərabər olmalıdır. Deməli, biz 6,5 ifadəsini müsbət 6,5 kimi qeyd edəcəyik. 6,5-ə bərabərdir. Üstə gəldik. Mənfi 5,7-ni moduldan çıxartdıqda müsbət 5,7 olacaqdır. Çıxılsın. Modulda 6, burada 2 modulumuz var, hər iki saxlayırıq. 6 çıxılsın 7,5 buradakı bu modulun içərisindən deməli müsbət olaraq çıxacaqdır. Deməli çıxılsın 7,5 şəklində yazırıq və bərabər qoyuruq. 6,5 plus 5,7 çıxılsın 6,5 çıxılsın 7,5. Bu da modulda mənfi deməli 1,5-dir. 1,5 və davam edirik. 6,5 üstə gələk təkrar yazırıq 5,7. Modulda mənfi 1,5-dən də yenə müsbət 1,5 çıxır. Bunu da olduğu kimi yazırıq, bərabərdir. Olacaqdır 12,5 çıxılsın 1,5 şəklində, yəni bu da bərabərdir. Deməli, 12,2. 12,2-dən 1,5 çıxır, qalır 10,7. Ədəd oxu üzərində iki nöqtə arasındakı məsafə bu nöqtələrin koordinatlarının fərqinin moduluna bərabərdir. Yəni, AX və BX şəklinin nöqtələri arasındakı məsafə A, B parçası kimi qeyd edirik, bərabərdir. Modulda X minus Y-ə bərabər olacaqdır. X minus Y-ə bərabər olacaqdır. Məsəl üçün, deməli, A nöqtəsinin koordinatları verilibdir 2, 4, daha doğrusu 2,4. B nöqtəsinin koordinatları isə verilibdir 8,7. 8,7. Biz bunu ədəd oxu üzərində də qeyd edə bilərik şəxs şəkildə. Deməli, ədəd oxu çəkək ki, daha aydın görünsün. Ədəd oxumuzdur. Bu koordinat başlanğıcımızdır. Biraz bu yandan götürək koordinat başlanğıcı 0 nöqtəsini. Deyək ki, bura 2,4 nöqtəsidir. 2,4 nöqtəsidir. Məsəl üçün, burada olsun 8,7 nöqtəsi. Baxın, bu iki nöqtə arasındakı məsafənin uzunluğunu tapacağıq biz. 2,4 və 8,7 nöqtə arasındakı məsafənin uzunluğunu tapacağıq. Yəni, biz bura A nöqtəsi desək, bura B nöqtəsi desək, AB parçasının uzunluğu bərabər olacaqdır. Modulda 2,4 çıxılsın 8,7-yə. Yəni, bərabərdir. Modulda mənfi 6,3-ə. Yəni, mənfi 6,3-dən də modulda müsbət çıxdığı üçün 6,3-ə bərabər. Deməli, AB parçasının uzunluğu yaxud A nöqtəsi ilə B nöqtəsi arasındakı məsafə 6,3-ə bərabər olacaqdır. Başqa bir misala baxaq. A6 nöqtəsindən 4 vahid məsafədə olan nöqtələrin koordinatlarının cəmini tapın deyir.
Deməli, biz A nöqtəsini qeyd edirik ilk öncə və bura 6-ya bərabərdir. A nöqtəsindən 4 vahid məsafədə, yəni 4 vahid sağda və solda olan nöqtələrə baxacağıq. 1, məsəl üçün 2, 3, 4 vahid. Eyni zamanda digər tərəfdə 1, 2, 3, 4 vahid. Baxırıq 5, 6, 7, daha doğrusu sağa doğru sayırıq. 7, 8, 9, 10. 4 vahid sağa 10'a düşür. 5, 4, 3, 2. 4 vahid də sağa 2'ye düşür. Bu nöqtələrin deməli 6 nöqtəsindən A nöqtəsindən 4 vahid sağa və sola olan nöqtələrin koordinatları biri oldu 2, digəri isə oldu 10. İndi bizə deyir ki, bu nöqtələrin koordinatlarının cəmini tapın. Yəni 10 plus 2 bərabərdir 12 olacaqdır. İndi isə keçək təqribi kvadrat kökün tapılmasına. Əziz şagirdlər, deməli təqribi kvadrat kökü biz adətən adından da göründüyü kimi təqribi olaraq qeyd edirik, amma bu bəzən bizə lazım olan nəticəni vermir. Bir neçə ədədlərimiz var ki, biz bunların kvadrat köklərini tam olaraq əzbər bilirik, amma bir çox ədədlərimiz var ki, məsəl üçün biz bunlardan kvadrat kök neçə çıxırsa bilmirik. Məsəl üçün deyək ki, kök altında 12 ədədindən kök neçə çıxırsa bilmirik, amma kök altında 16-dan 4 çıxdığını, kök altında 25-dən məsəl üçün 5 çıxdığını, kök altında 9-dan 3 çıxdığını bilirik. Deməli, biz kök altında 12 ədədinin təqribi kvadrat kökünü axtarırıqsa, bu kök altında 9 və kök altında 16-nın arasında yerləşdiyi üçün 12. Deməli, 12-dən 3 və 4 arasında hər hansı bir təqribi kök alacaq. İndi bu təqribi kökü necə ala bilərik? Düsturuna baxırıq. Deməli, belə bir düsturumuz var. Deməli, kök altında A bərabərdir. Kök altında M üstə gərək A çıxılsın, M bölünsün, N çıxılsın, E. Burada A tam ədədi M və N kvadratlarının arasında yerləşərsə, A ədədinin kvadrat kökünün tapılması üçün bu düsturumuzdan istifadə edəcəyik. Deməli uşaqlar, burada məsəl üçün biz kök altında 12-dən təqribi kvadrat kök almaq istəyirik. Kök altında 12 dedik ki, kök altında 9 və yəni 9-dan belə deyək də böyükdür. Kök altında 12, kök altında 16-dan kiçikdir. Yəni kök altında 12, 9 və 16 arasında yerləşir. Biz bu düsturu harada tətbiq edəcəyik? M burada kök altında A-dan kiçik ədəddir. Baxın, M kiçikdir A-dan və eyni zamanda M A-dan, A M-dən böyükdür, N-dən kiçikdir deməkdir. Bu qədər desək daha doğru olar. Deməli, M-in yerinə biz yazacağıq kök altında 9, N-in yerinə isə yazacağıq deməli 16. Onda yazılır ki, kök altında 12 bərabərdir. Kök altında 9 üstə gələk. A 12 çıxılsın M 9 bölünsün deməli 16 N 16 çıxılsın 9 bərabərdir. Kök altında 9-dan 3 çıxır üstə gələk. 12-dən 9 çıxırıq qalır 3. 16-dan 9 çıxırıq qalır 7. Yəni bu da bərabərdir 3/7-də 3. Deməli, kök altında 12 ədədindən təqribən 3/7 ədədi çıxır. İndi isə baxırıq y bərabərdir x kvadratı funksiyası və onun qrafikinə. Y bərabərdir x kvadratı funksiyasının qrafikinə parabola deyilir. Yəni, təqribi sxematik olaraq çəksək, biraz əyri oldu xətlərimiz. Sxematik olaraq çəksək, baxın, belə bir qrafik olacaqdır. Belə bir qrafik olacaqdır. Koordinat başlanğıcından keçən belə bir qrafik olacaqdır. Və y bərabərdir x kvadrat funksiyasının qrafiki birinci və ikinci rüblərdə yerləşir. Parabolanın yalnız o 0,0 nöqtəsi absis oku ilə kəsişmə nöqtəsidir. Yəni, baxın, bu nöqtəni biz o ilə işarə edirik. Burada o nöqtəsinin, belə deyək, bu nöqtədə x okunun və y okunun qiyməti 0-a bərabərdir. Yəni, bu parabolamızın x oku ilə kəsişdiyi nöqtə o 0,0 nöqtəsi olacaqdır. Eyni zamanda bu nöqtəyə biz parabolanın təpə nöqtəsi də deyirik. Y bərabərdir ax kvadratı funksiyasında isə a-nın qiymətindən asılı olaraq parabolanın qolları aşağı və ya yuxarı doğru yönələ bilər. Yəni, a böyükdür 0 olduqda parabolanın qolları burada olduğu kimi, bu şəkildə olduğu kimi yuxarıya doğru yönəlir. Amma a kiçikdir 0 şərtində isə parabolamızın qolları aşağıya doğru bu formada yönələcəkdir.
Bu zaman a kiçikdir 0 alanda isə deməli parabolanın qolları 3-cü və 4-cü rüblərdə yerləşəcəkdir. İndi isə y bərabərdir kök altında x funksiyasının qrafikinə baxaq. Y bərabərdir kök altında x funksiyasının qrafiki necə olur? Deməli y bərabərdir kök altında x funksiyasının qrafiki belə bir qrafik olacaqdır. Koordinat başlanğıcından çıxan və müsbət sonsuzluğa qədər davam edən belə bir qrafik olacaqdır. Yəni y bərabər kök altında x funksiyasının qrafiki. Y bərabər kök altında x funksiyasının qrafiki birinci rübdə yerləşir. İndi isə baxırıq hasilin nisbətin kvadrat kökü anlayışına. Mənfi olmayan ədədlərin hasilinin kvadrat kökü bu ədədlərin kvadrat köklərinin hasilinə bərabərdir. Yəni kök altında a vurulsun kök altında b mənfi olmayan ədədlərdən biri söhbət. Yəni a böyükdür 0 və b böyükdür 0 şərti ödənlərsə, bu ədəd biz bunu kök altında a vurulsun kök altında b şəklində yaza bilərik. Eyni zamanda nisbət üçün də bu keçərlidir. Yəni kök altında a bölünsün b ifadəsində kök altında a ayrı-ayrı köklərin nisbət şəklində yaza bilər ki, bölünsün kök altında b nisbətinə bərabər olacaqdır. Gəlin buna aid bir misala baxaq. Deməli, tutaq ki, verilibdir kök altında 3 üstə gərək, daha doğrusu vurulsun kök altında 12 üstə gərək kök altında 49 bölünsün 100'ə. Bu ifadəni hesablayaq. Biz dedik ki, hasilin, ayrı-ayrı qruplarının hasilini bir kvadrat kök altında yaza bilərik. Yaxud bir kvadrat kök altında verilmiş hasili ayrı-ayrı kvadrat köklərin hasili şəklində də yaza bilərik. Yəni biz onda kök altında 3 vurulsun 12 deyərək bir kvadrat kökün altına bu ifadələrimizi daxil edirik və üstə gələrək bunları da yenə ayrı-ayrı köklərlə yaza bilərik. Amma hələ ki olduğu kimi saxlayaq. %49 olaraq saxlayırıq və davam edirik. Kök altında 3'ü kök altında 12 vurulda edir. Kök altında 36 üstə gələk. Bunu da yenə olduğu kimi %49 olaraq qeyd edirik və artıq əldə edirik. Kök altında 36'dan çıxır 6 üstə gələk. Kök altında 100'dən çıxır 10. 10. Burada səhv etdik. 10 çıxır 49'dan da isə çıxır 7. Yəni bərabərdir 6 tam 10'da 7 yaxud 6 tam 10'da 7 onluq kəs şəklində qeyd edə bilərik. Bizə baxırıq qüvvətin kvadrat kökünə. A kvadratı böyükdür bərabərdir 0 olduğundan və hesabi kvadrat kökün tərifinə görə A-nın istənilən qiymətində aşağıdakı bərabərlik doğru olacaqdır. Yəni kök altında A kvadratı bərabərdir modulda A-ya. Kök altı ifadənin müəyyən ifadənin kvadratı şəklində göstərmək mümkün olduqda kök altında A kvadratı bərabərdir modulda A ifadəsi istifadə olunur. Əgər A böyükdür B, daha doğrusu 0 böyükdür B-dən və kiçikdir A olarsa, yəni B kiçikdir 0, A böyükdür 0 şərti ödənlərsə, o zaman kök altında B kvadratı üstə gələk kök altında A kubu üstə gələk kök altında B üstü 4 ifadəsini sadələşdirik. Sadələşdən zaman biz deyəcəyik ki, deməli, B sıfırdan kiçikdirsə, kök altında B kvadratı ifadəsindən mənfi B çıxacaqdır. Üstə gələk, kök altında A kubu ifadəsini A-nın kvadratı vurulsun A şəklində göstərəcəyik. Kök altının üstə gələk, kök altında B üstü 4'ü isə B-nin kvadratının kvadratı şəklində göstərəcəyik. Bərabərdir. Mənfi B-ni olduğu kimi yazırıq. Baxırıq ki, A sıfırdan böyükdür. A sıfırdan böyükdürsə, deməli, A kvadratından müsbət A çıxacaqdır. Qalacaqdır A, kök altında A. Üstə gələk, B sıfırdan kiçikdir, düzdürmü? B sıfırdan kiçikdirsə, deməli, B mənfidir. Mənfi B-nin kvadratını da biz mənfinin kvadratı müsbət etdiyi üçün B kvadrat şəklində qeyd edəcəyik. Deməli, biz bu ifadəni sadələşdirmiş olduq. Bunu biraz daha sadələşdirə bilək. B kvadratını önə keçiririk. Çıxılsın B, üstə gələk A kök altında A şəklində yaza bilərik. İndi isə baxırıq vuruğun kök işarəsi altından daxil edilməsi və vuruğun kök işarəsi altından çıxarılması qaydalarına. Vuruğu kök işarəsi altından çıxartmaq üçün kökaltı ifadəni iki vuruğun hasili şəklində göstərməliyik. Və burada vuruqlardan birindən mütləq şəkildə kök çıxmalıdır. Məsəl üçün kök altında 18 üstə gələk kök altında
50 ifadəsində vurğun kök işarəsi altından çıxaraq və hesablamamıza davam etdirək. Biz kök altında dedik ki, kök altı ifadənin iki vurğun hasili şəklində göstərməliyik və qruplardan birindən mütləq şəkildə kök çıxmalıdır. 18-i biz 2 vurulsun 9 şəklində yazsaq əgər, 9-dan kvadrat kök çıxır. Üstə gələk, 50-ni isə 2 vurulsun 25 şəklində yazsaq, 25-dən də kvadrat kök çıxdığı üçün belə yaza bilərik. Deməli, 2 vurulsun 9-u biz 9-dan 3 kök çıxdığı üçün 3 kök altında 2 şəklində qeyd edirik. 2 vurulsun 25, 25-dən də 5 çıxdığı üçün üstə gələk 5 vurulsun kök altında 2 şəklində qeyd edirik. Bu da bərabərdir 8 kök altında 2. Deməli, biz vuruğu kök işarəsi altından çıxararaq 8 vuruğunu kök işarəsi altından çıxaraq cəmi hesablamış olduq. İndi başqa bir misala baxaq. Məsəl üçün verilibdir 12x-4 y-in kubu. Kök altında 12x-4 vurulsun y-in kubu ifadəsi. Biz bu ifadəni yenə buradan vuruğu kök işarəsi altından çıxartmalıyıq. Və qruplarımızdan kök altı ifadənin daxilindəki qruplarımızı iki ifadənin asıl şəklində göstərməliyik. Yenə də qruplardan birindən kök çıxsın. Deməli, davam edirik. 12-ni biz yazacağıq 3 vurulsun 4 şəklində. Çünki 4-dən kök çıxır. X kvadratını biz yazacağıq. X kvadratının kvadratı da yaza bilərik. Yaxud x kvadratı vurulsun x kvadrat şəklində də yaza bilərik. Yəni x kvadratı vurulsun x kvadrat şəklində yazar. Y-in kubunu isə y vurulsun y-in kvadrat şəklində yazırıq. Yazdıktan sonra deməli baxırıq. 4-dən kvadrat kökümüz nə çıxacaq? 2 çıxır. Yazırıq 2 vurulsun. X kvadratı və x kvadratdan hər birindən x çıxır. X vurulsun x şəklində yazırıq. Y-dən kök çıxmır, amma y-in kvadratından kök çıxır, vurulsun y şəklində yazırıq və kök altında nə qaldı? 3 qaldı və y qaldı. Bunu da kökün altında saxlayırıq 3y şəklində. Və bərabərdir. Biraz daha sadələşdiririk. 2x kvadratı y şəklində yazacaq. 2x kvadratı y kök altında 3y şəklində yazılır. Vuruğu kök işarəsi altından çıxartdıq və geri qalan vuruqlar isə kökün altında qaldı. Biz burada 2x kvadratı y-in kök işarəsi altından çıxartdıq. İndi isə baxırıq vuruğun kök işarəsi altına daxil edilməsinə. Kök altında 3 ifadəsində. Biz vuruğumuz nədir? 7. 7-ni qüvvətə yüksəldərək kökün altına sala bilərik. Yəni 7-ni biz qüvvətə yüksəlsək edəcəkdir 49 vurulsun 3 şəklində. Bu da bərabərdir. Kökün altında 3 dəfə 9-un 27, 3 dəfə 4, 12, 14, 142 şəklində yaza bilərik. Vuruğu kök işarəsi altına daxil etdik və aldıq 142. Başqa bir misala baxaraq 142 yox, daha doğrusu 147. Burada səhv demək, 147 alacaq. Başqa bir misala baxaq. Məsəl üçün, -5 kök altında 2 ifadəsinə baxaq. -5 kök altında 2 ifadəsinə. Burada biz müsbət vuruqdan danışırıq. Qaydada dedik ki, müsbət vuruğu kvadratda yüksəldərək kök işarəsi altında daxil etdik. Deməli, biz -5-i -1 vurulsun 5 şəklində yazdıq və kök altında işarəsi. O zaman biz mənfi kök altında 5-i qüvvətə yüksəldirik, 2 kvadratı yüksəldirik, 25-liyi vurulsun 2. Bu da bərabər kök altında -50 şəklində, daha doğrusu mənfi kök altında 50 şəklində yaza bilərik. İndi isə baxırıq məxrəcin irrasionallıqdan azad edilməsinə. Məxrəci irrasionallıqdan azad etmək demək o deməkdir ki, məxrəci kök işarəsindən azad etmək. Yəni biz ifadəmizdə, kəsirimizdə məsəl üçün, yaxud ifadənin daxilində, tərkibində kəsir varsa, məxrəcdə kəsirlərin aradan götürülməsinə biz deyirik məxrəcin irrasionallıqdan azad edilməsi. Yəni A böyükdür bərabərdir 0 və B böyükdür bərabərdir 0 olduqda kök altında A üstə gələk kök altında B ifadəsinin və kök altında A çıxılsın kök altında B ifadəsinə biz qoşma irrasional ədədlər deyəcəyik. Xüsusi hallarda isə kök altında A ifadəsinin özü elə kök altında A-nın qoşması adlanır. Yəni, məsəl üçün, belə bir misala baxaq. 2 bölünsün kök altında 6, üstə gələk kök altında 2 bölünsün kök altında 6, üstə gələk kök altında 3 ifadəsinə baxırıq. Ümumiyyətlə, uşaqlar, məxrəci irrasionallıqdan azad etmək deməkdir ki, yəni məxrəcdə rasional ədəd qalmasın, irrasional ədəd qalmasın. Deməli, biz burada baxırıq bərabərdir. Birinci cəmdə, birinci kəsirimizin məxrəcində kök altında 6 ifadəsi var. Biz kök altında 6-nı hansı ədədə vursaq kökdən azad ola bilər? Təbii ki, kök altında 6-ya vururuq. Yəni, kəsirin sürət və məxrəcini kök altında 6-ya vururuq. Məxrəcdə yazırıq ki, olsun kök altında 6 şəklində və üstə gələk. Surətini isə kök altında 6 çıxılsın kök altında 3-ə vuracaq. Surət və məxrəcini ikinci kəsirimizin kök altında 2 vurulsun kök altında 6 çıxılsın kök altında 3. Məxrəcdə də yenə arada üstü gərəkdir.
kök altında 6 üstə gələk kök altında 3 ifadəsində yenə biz qoşması olan kök altında 6 çıxılsın kök altında 3-ə vuracaq. Deməli, kök altında 6 üstə gələk kök altında 3 ifadəsinin qoşması kök altında 6 çıxılsın kök altında 3 olacaqdır. Bərabərdir, davam edirik. Burada kök altında 6'nın kök altında 6'ya vurduqda kök altında 36 edir. 36 edir. Bundan da 6 çıxacaq. Bunu isə olduğu kimi sürətini kök altında 6 olaraq olduğu kimi saxlayırıq və üstə gələk. Məxrəcimizdə nə qalır? Uşaqlar, bu a kvadratı minus b kvadratının açılışı deməkdir. Muxtəsər vurma düsturlarını yadınıza salın. Muxtəsər vurma düsturuna görə deməli a kvadratı çıxılsın b kvadratı nəyə bərabərdir? A çıxılsın b vurulsun a üstə gələk b hasilinə bərabərdir. Baxın, biz bu düsturdan istifadə edərək a-nın yerində kök altında 6 durub, b-nin yerində kök altında 3 durubdur. Deməli, a çıxılsın, a üstə gələk şəklindədir. Onda biz ümumi halda belə deyək, bir kimi kök altında 6'nın kvadratı çıxılsın kök altında 3'ün kvadrat şəklində yazırıq. Surəti isə vurub açacağıq. Bunu qara rənglə yazaq. Surəti isə vurub açacağıq. Kök altında 2'ni kök altında 6'ya vurduqda edəcək yerə kök altında 2, burasını kök altında 6 şəklində saxlayırıq. Çıxılsın, yenə də yazırıq. Kök altında 2, vurulsun kök altında 3 şəklində hələ ki saxlayırıq. Bərabərdir. Deməli, birinci kəsirimizi yazırıq. 2 kök altında 6 bölünsün 6 şəklində yazırıq. Üstə gələk. İkinci kəsirimizi isə surəti olacaqdır. Kök altında 12 çıxılsın. Kök altında 2 vurulsun 3, 6. Kök altında 6 şəklində yazırıq. Və məxrəcimizdə isə olur. Kök altında 6'nın kvadratından 6 çıxır. 6 çıxır. Kök altında 3'ün kvadratından isə 3 çıxır. 6 çıxılsın 3. Məxrəc eləyir 3. Bərabərdir. Davam edirik. Deməli, burada 6 ilə 2 ixtisar olunur. Qalır burada 1, burada qalır 3. Deməli, məxrəclərimiz hər ikisində 3'dür deyə ortaq məxrəc ilə 3'ün özü yazılır və surətlər toplanır. Yəni, kök altında 6, üstə gələk kök altında 12, 12 çıxılsın kök altında 6 yazılır. Bərabərdir. Yenə 3 olduğu kimi qalır. Kök altında 6 və kök altında mənfi 6'lar əks işarəli olduğu üçün bunlar islah olunur. Qalır kök altında 12 bölünsün kök altında 3. Kök altında 12'ni də biz 3 vurulsun 4 şəklində yazsaq, 3 vurulsun 4 şəklində yazsaq, bölünsün 3. 4'dən də kök 2 çıxır. Yəni 2 kök altında 3 bölünsün 3 olacaqdır. Biz bu ifadədən məxrəci irrasionallıqdan azad etdik və sonunda 2 kök altında 3 bölünsün 3 cavabını almış olduq. Buna deyirik biz məxrəcin irrasionallıqdan azad edilməsi qaydası. Baxırıq, tam üstü qüvvət. Tam üstü qüvvət nədir? A fərqlidir 0, n daxildir natural ədədlər çoxluğu böyük n olduqda, deməli, a üstü mənfi n ifadəsi bərabərdir 1 bölünsün a üstü n olacaqdır. Bu bizim belə düsturumuzdur. Bu düsturu əzbər yerdə saxlamaq lazımdır. Natural üstü qüvvətin məlum xassələri tam üstü qüvvət üçün də doğrudur. Gəlin həmin xassələri xatırlayaq. Birinci xassəmiz. A üstü n vurulsun a üstü m bərabərdir. A-nın üstündə əsas olduğu kimi qüvvət üstləri toplanır. N üstə gələk m yazacağıq. İkinci xassəmiz. A-nın üstündə n bölünsün a üstü m olarsa, yenə əsas olduğu kimi qalır, qüvvət üstləri çıxılır. Üçüncü xassəmiz adlanır qüvvətin qüvvəti. Yəni, A-nın üstündə N-in üstündə M olarsa, bu zaman A-nın üstündə N vurulsun M olacaqdır. Dördüncü xassəmiz hasilin qüvvəti adlanır. A vurulsun B-nin üstündə N bərabərdir. A üstü N vurulsun B üstü N olacaqdır. Beşinci xassəmiz adlanır nisbətin qüvvəti. Yəni, A bölünsün B-nin üstündə N bərabərdir. A üstü N bölünsün B üstü N olacaqdır. Altıncı xassəmiz, deməli, istənilən ədədin 0 dərəcədən qüvvəti hər zaman 1-ə bərabərdir. Yəni, A-nın üstündə 0 hər zaman 1-ə bərabər olacaqdır. 7-ci xassəmizi isə burada yuxarıda qeyd etmişdik. Bir daha təkrar yazırıq buradan. A-nın üstündə mənfi N hər zaman bərabərdir. 1 bölünsün A-nın üstündə N olacaqdır. Uşaqlar, bu qırmızı rəngdə yazdığım düsturları çalışmaq lazımdır ki, əzbərləyək. Çünki misal məsələ həllində bu düsturlar bizə çox lazım olacaqdır. İndi isə baxırıq ədədin standart şəkli. Ədədin standart şəkli nədir uşaqlar? Bəzən çox böyük və ya çox kiçik ədədlərlə işləyən zaman, biz hesablama aparan zaman müəyyən
ifadələri sadələşdirən zaman çətinliklərlə qarşılaşırıq. Biz bu tip çətinliklərlə qarşılaşmamaqdan ötürü müsbət R ədədini A vurulsun 10 üstü deməli n şəklində yazmalıyıq. Bu yazılışa biz deyirik ədədin standart şəkli. Ümumi halda ədədin standart şəklini R bərabərdir A vurulsun 10 üstü n şəklində yazılışına deyilir. Burada R ədədin standart şəkli adlanır. A-ya isə deməli n ədədinə R ədədinin tərtibi deyilir. Yəni n tərtibi adlanır. A-ya isə qiymətli hissə deyilir. Bu nə deməkdir uşaqlar? Və burada bir şərtimiz var. Bu şərtə mütləq şəkildə əməl etməliyik ədədin standart şəklini yazan zaman. Yəni R hər zaman 0-dan böyük olmalıdır. A ədədi hər zaman böyükdür, bərabərdir 1, kiçikdir 10 olmalıdır. N isə tam ədədlər çoxluğuna, yəni Z-ə daxildir. İndi buna misal yazaq. Məsəl üçün yazaq ki 149 yanında 1, 2, 3, 4, 5, 6, 0. 149 milyon ədədini biz standart şəkildə yazmalıyıq. Və nəzərə alırıq ki, ədədin standart şəkildə yazan zaman bizim A ədədimiz 1-dən böyükdür, bərabərdir. Ondan kiçik olmalıdır. Yəni 149, məsələn biz 14 yazsaq, 14 ondan böyük olur. Deməli 14 yaza bilmərik. Biz yazırıq onda bu ədədimizi belə, standart şəkildə. 1 tam %49. 1 tam %49 yazdıktan sonra baxın tam hissə 1-dən sonraya düşür. 1-dən sonra da 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə ədədimiz var. Onda biz 1 tam %49 vurulsun 10 üstü 8 şəklində standart formasında yazıyıq. Yəni 149 milyon ədədini 1 tam %49 vurulsun 10 üstü 8 şəklində göstərəcəyik. Və bu zaman A-ya bizə qoyulan bu şərt pozulmalı. Yəni A ədədi 1-dən böyükdür, yaxud bərabər ola bilər, 1-dən böyükdür, ondan isə kiçikdir. Yəni 1 tam %49 vurulsun 10 üstü 8 şəklində yaza bilərik. Yaxud başqa bir misal yazaq, daha aydın olması üçün. 256 min. Belə bir ədəd yazaq. Bu ədədimizi standart şəkildə yazmalıyıq. Yəni bərabərdir. Yenə 2-dən sonra vergül ayırır. 2 tam %56 vurulsun 10 üstü. İndi 2-dən sonraki ədədlərimizə baxırıq. 1, 2, 3, 4, 5 dənə rəqəmimiz var. 10 üstü 5 şəklində yazırıq. Yəni 256 min ədədini 2 tam %56 vurulsun 10 üstü 5 şəklində standart olaraq yazırıq. İndi isə əlavə məlumatlar var uşaqlar. Bu bizə testlərin həlli zamanı vacib olacaqdır, yəni lazım olacaq bir düsturlardır. Bu düsturlardan muxtəsər vurma düsturları deyirik biz buna. İki ifadənin cəminin kvadratı nəyə bərabərdir? Bunlar düstur şəklində deyə bilərik əslində. Yəni A plus B-nin mötərizə kvadratı bərabərdir. Birinci ifadənin kvadratı plus birinci ifadə ilə ikinci ifadənin hasilinin 2 misli, yəni 2AB plus ikinci ifadənin B-nin kvadrat şəklində yaza bilərik. Bu düsturun fərq şəklində yaza bilərik. A çıxılsın B-nin kvadratı bərabərdir yenə birincinin kvadratı minus birinci ilə ikincinin hasilinin 2 misli plus ikinci ifadənin kvadrat şəklində yaza bilərik. Burada A çıxılsın, A üstə gərək B olduqda birinci işarəmiz plus olacaqdır. Çıxma olduqda isə birinci işarəmiz minus olacaq. Davamları isə olduğu kimi davam edir. Bir də var ki, bunu az öncə də qeyd etmişdim. Kvadratlar fərqli düsturu A minus B-nin kvadratı bərabərdir. A minus B vurulsun A plus B şəklində göstərə bilərik. Başqa bir düsturumuz da var uşaqlar. Bu düsturu da deməli diqqətinizə çatdıraq. İki misalın həllində bizə lazım olacaqdır. Əgər A ədədi A bərabərdir M üstə gələk N, B isə bərabərdir M N olarsa, o zaman kök altında A plus minus 2 kök altında B ifadəsini sadələşdir. Biz bu ifadəni sadələşdirmək istəsək, A-nın əvəzinə yazacağıq M üstə gələk N, üstə gələk 2 kök altında B-nin əvəzinə N yazacağıq. İndi buna ait bir misal yazsaq, sizə bu düstur daha aydın olacaqdır. Kök altında 19 çıxılsın 8 kök altında 3 ifadəsinin qiymətinin tapılması tələb olunur bizdən. Biz bu ifadəni necə həlləyə bilərik? Bu misalı necə həlləyə bilərik? Yazırıq kök altında 19 olduğu kimi saxlayırıq. Çıxılsın 8-i 2AB şəklində qeyd etməliyik. Yəni 8-i biz deməli 2 vurulsun 4 deyə bilərik. Vurulsun kök altında 3 yaza bilərik. Düzdürmü uşaqlar?
bərabərdir. Deməli, 2AB, baxın, müxtəsər vurma üsuluna görə A, B, burada 2-dir, 2AB. Deməli, A-nın yerində nə durur uşaqlar? 4 durur. B-nin yerində isə durur 6. Deməli, daha doğrusu B-nin yerində kök altında 3 durur. İndi müxtəsər vurma düsturlarına görə, biz bunu belə yaza bilərik də, baxın, birincinin kvadratı, yəni 4-ün kvadratı, kök altında yazaq bunu. 4-ün kvadratı 16 minus birinci ilə ikincinin hasının ikimisi, bunu olduğu kimi yazıram. 2 vurulsun 4, kök altında 3. Plus ikinci ifadənin qüvvəti, kvadratı, yəni kök altında 3-ün kvadratı. Kök altında 3-ün kvadratından da bildiyimiz kimi 3 çıxır. Biz bunu bu formada yazsaq, baxacaq ki, sual yaranacaq ki, bəs 19 hara getdi? Buradakı 19 hara getdi? Baxın, 16 üstə gələk 3, 19-u verdi. Deməli, biz 19-u 16 üstə gələk 3 kimi parçaladıq. Digər isə 8 kök altında 3 isə 2 vurulsun 4 vurulsun kök altında 3 şeklində yazdıq. Və bərabərdir davam edirik. Bu nəyə verir bizə? Müxtəsər vurma düsturlarına görə, bayaq az öncə dedik, A çıxılsın B-nin kvadrat ifadəsini verir. Yəni, kök altında A-nın yerinə 16 durur, çıxılsın B-nin yerində kök altında 3 durdu. 16 çıxılsın 3-ün mötərizə kvadratı olacaqdır. Bu isə bərabərdir. Deməli, müsbət ədəd etdiyi üçün modulda 16 çıxılsın kök altında 3 şeklində yaza bilərik. Bu da elə müsbət ədədir. Çünki 16-dan kök altında 3-dən, yəni kök altında 3-dən 16-dan kiçik ədəd çıxır. Zaten müsbətdir. Elə ona görə də 16 çıxılsın kök altında 3 olaraq yazacağıq. Əziz şagirdlər, bugünkü dərsimiz bu qədər. Dərsimizlə bağlı sizləri maraqlandıran suallar varsa, videonun rəy hissəsində yaza bilərsiniz. Və onlayn dərslərimizə qoşulmaq istəyirsinizsə, ekranın yuxarısında gördüyünüz telefon nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. Növbəti videolarda görüşmək diləyilə, sağlıqlı qalın.